Bilirsiniz hardayız? Bakın. New York'dayız. Axır ki mən həmişə videona ataya düşə bilirim dəqiq. Hə. Axır ki qızlar da bilir. Hər telefonu açanda deyirdim ki New York'dayıq, New York'dayıq. Amma əslində var. New York gecələr. Ay Allahım. Bir de New York'a gidip çatan Ama bugün saat 10 dəqiq New York'dayıq. Yəni inanmırsınızsa göstərim arxamda nə var. Stasyonanı. Hə. Hadi gedəcəyik onun yanına. Belə. Bu çünki ucuza gətirmişik. Və görək həqiqətən də bu dediyimizi eləyə biləcəyimi. Bizim de blogerimizde ayarlarsa. Tamam deyəmlər. Kanadadan da qonaqlarımız var. Çox beynəlxalq bir blogerəm mən. Hər yerdən, dünya hər bir yandan tanışlarımız var. Statue of Liberty'ne getdik, gördük, boat tur elədik. İndi isə Brooklyn Bridge-ə tərəf gedirik, bu tərəflərdə falan şəkil çəkdirməyə. Yolumuz qəşəngdir. Qəşəng düppələndisi və belə gözəl binaların yanından keçik və indi Walk Street-dəyik, hansı ki, Leonardo-nun kinosunun olduğu küçədəyik. Mərkəz küçələri üçün çox gözəldir. Axşama kimi buradayıq bu günləri. Görək necə olacaq. Hələ ki, hər şey orada da var imişim, maqnitlər falan bax. Hələ ki, hər şey yaxşı gedir. Başımda LA papağı var. Brooklyn Bridge-də LA manifestlədim. Yaxın gələcəkdə orada getmək üçün. Brooklyn Bridge-dən düşdük, gəldik bu da Dumbo'da Manhattan köprüsünü tapdıq. Orada şəkil çəkdirdik. İndi isə yeməyə yer axtarırıq. Parka gelmişik. Ha, bu kadar. Arada bir tükü vuram. Gel haradasa oturalım da. Please, please. Oh my god. Yani burada hiçbir binanın ucu görünmür. Times Square'dayım. Bugün benim için çok özel ve çok geçen bir gündü. Neçə saatda biz gəzdik New York'u. Səhər saat 8'e geldik, çatdıq bura.
14-16 saata yəni New Yorkun ən görünməli yerlərini gördük. Çox xoşbəxtəm birinci komandamız üçün ki, bu qədər produktiv və bir-birimizi dinləyərək hər yeri gəzdik və son destinationa doğru gedirik. Sizi tərif edirəm, çox produktiv komandayıq ki, hər kəs yəni elədi, çox gözəl gəzdik. Bəli. Heç kim problem çıxartmadı, heç kim söyləmədi. Ayağım bak, Moana'nın paltarına baxın siz hələ. Sadəcə bu hissəsi yəni Moana'da nələr yoxdur, Elsa. Go. I'm like MDMA, got you feeling like a champion.